Herkese salam. Mənim adım Nailədir. 22 yaşım var. Bu qədər. Biz bu günləri kitab maratonu eləyəcəyik. Birlikdə kitab oxuyub ona fikir bildirəcəyik. İlk kitab maratonum Fyodor Dostoyevski, ən sevdiyim yazar. 4 kitab var məndə. Təzəcə aldığım Cinayət və Cəzadır. Amma bu günləri oxuyacağımız kitab İnsancıqlardır. Sıra-sıra oxuyacağıq. Ən sevdiyim Ezilənlər. Mənə Dostoyevskini sevdirən Ezilənlər kitabıdır. Azərbaycanca nə idi? Alçaldılmış və təhqir olunmuş insanlar. Adı o qədər uzundur ki, Azərbaycanca. Mən də türkcəsini almışam. Uşaq vaxtı Ezilənlər kitabından olan bir hissə internetdə qabağıma çıxmışdı və mən onu sevib eləmişdim ki, bu kitabı almalıyam. Çünki o kitabdakı o söz mənim çox təsir eləmişdi. Amma onu o gələndə deyəcəm də, yəni o kitabı oxuyanda deyəcəm. Bu günlər İnsancıqlar və biraz xəstəyəm, mənə üzrü sayın. Amma ki bu kitabı oxuyacağıq. Xəstə olmama baxmayaraq. Sevdiyim sözləri işarələyəcəyik, birlikdə fikir bildirəcəyik, hansı sözlər hansı təsir bağışlayıb bir yerdə hamısını danışacağıq. Belə. Gedim başlayım oxumağa. Mən gəldim. Deməli oxuyurdum. Hardasa 27-ci səhifədəyəm. Öyrəndim ki, Dostoyevski ilk kitabını 23 yaşında yazıb. Sankt-Peterburqda hərbi mühəndislik texnikumunu oxuyurmuş. Bunu yazanda oranı təzəcə bitirmiş. Və bunu yazanda məşhur değildi. Heç kim onu tanımırdı. Heç yerdən tanınmırdı. Təsadüfən bir gecə Nikolaya göndərməklə, Nikolay idi, Nikolas idi, Nikolaydı deyəsən, göndərməklə əsərini o oxuyanda valeh olur və 24 yaşında artıq bu kitabı tanınır. Bu onun ilk kitabıdır. Əslində bilmədən ilk kitabı, əvvəl alanda bunları ilk kitabının İnsancıqlar olduğunu bilərək almışdım. Amma yadımdan çıxmışdı və təsadüfən bunu seçdim də. Yəni bilmədən ilk kitabını seçmişəm oxumaq üçün. Və kitabda çox bəyəndiyim hissələri, hissə hamısını deyəcəm. Fikir bildirəcəyəm. Deməli nə oldu? Burada deyir ki, türkcə deyəcəm, türkcəm yaxşı olmasa belə idarə edin məni. Və mən kitab oxuyanda çox belə fikrimi ora verə bilmədiyim üçün, əgər kitabın səsli kitab versiyası varsa, səsli kitabı qulağımda qoyub, eyni ilə kitabı üstündə oxuyuram. Əgər sakitçilik yoxdursa, oxuya bilmirəmsə, belə eləyirəm. Və indi də o versiyaya keçmişəm, çünki o kitabımı 6 dəfədən çox oxuyandan sonra mən artıq və qripəm, çox bəhanələr var bilirəm, amma bu günlər səsli kitab oxuyuruq. Daha yaxşı başa düşməyimi kömək eləyir. Ben deyəsən biraz xəstəyəm. Deyir ki, hep şunu düşündüm Varenka. Biz insanlar, kaygı ve telaş içinde yaşayan biz insanlar. Gökteki kuşların kaygısız ve masum mutluluğunu da kıskanmalıyız. Əlavə olaraq, neden bir kuş değilim? Keşke bir yırtıcı kuş olsam. Burada quşların azadlığından danışıb. Yəni bizim həmişə kaygılı və bizim həmişə təlaşlı olmağımız, gərgin olmağımız, biz insanlar həmişə gərginik. Heç bir gərgin olmadığımız bir gün bilmirəm. Çünki həmişə gələcəyi düşünür, gələcəkdə nə olacaq, nə etməliyəm, sabah nə olacaq, bir sürü nə olacaq. Burada ona toxunub və çox qəşəng hissəyə toxunub, xoşuma gəldi o hissə. Ondan da əlavə, burada bilirsiniz nə var? Der ki, cancağızım biliyor musun? Çay içmemek ayıp oluyor. Burada herkesin durumu iyi. O yüzden de ayıp oluyor. Başkaları yüzünden onu da içiyorum Varenka. Görüntü olsun, hava olsun diye. Yoksa benim için fark etmez. Tiryakisi değilim. Bu bilirsiniz nədir? Mən niyə bu qədər çox heyecandan bilməm. Burada ne demək istəyir bilirsiniz? Sürü psixologiyası. Bizim müasir dövrümüzdə də gedən sürü psixologiyası. Onlar içir, hər kəs içir, görüntü olsun. Mən sevmirəm, sevmədiyim bir şeyi digərləri içir deyə mən də içməliyəm. Və belə bir şey var ki, həqiqətən də bu indiki vaxtda hamıda var, təəssüf ki var.
Buna oxuyan kimi ağlıma özüm gəldim. Çünki mənim də başıma gəlib. Mən anti-vegetarianam. Yəni vegetarian deyil, anti-vegetarianam. Yəni ot, bitki, yəni pomidor, xiyar, meyvə, tərəvəz heç bir şey yemirəm. Amma ətrafımdakı hər kəs yeyir. Hardasa oturanda yemək sifariş etmək mənim üçün çox çətindir. Və bir zamanlar pizza deytinə falan gedirdim. Halbuki mənim pizza ilə əlaqəm yox. Yeyə bilmirəm və yeyə bilmədiyimi pulunu ödəyirdim. Yəni hər cürə pulunu ödəyirdim. Görüntü olsun, mən də olmuşam. Çəkib paylaşırdım, mən olmuşam orada kimisinə. Amma indi ağıllanmışam. Elə bir şey qəti yoxdur. Özümdə çox şey görürəm kitabdan. Neysə, oxumağa davam edirik. Mən yenə gəldim. Deməli, buradan anladığım qədərinə 2 nəfər qohum söhbətləşirlər, məktublaşırlar. Hayda. Məktublaşmağı çox sevirəm, Kaş bu günlərdə WhatsApp yerinə, Instagram yerinə hər kəs məktublaşa bilsəydi. Yox, onda sizlərlə danışa bilməzdim belə. Nəysə, məktublaşmanın da çox ayrı bir yeri var. Məndən olsa sevgililər olsun, dostlar olsun, məktublaşsınlar. Çünki geriyə bir xatirə qala bilir. Oradan bir şeylər qalır insana. Aslında mesajlarını falan saxlamamışaqsa mən, yəni onlar o qədər dəyərli deyil. Çok ağır geliyor benim böyle bir bilinmezlikte olmam. Bir geleceğimin olmaması, başıma ne geleceğini tahmin edememek. Geriye bakmak da korkutucu, orada hep acı var. Bir hatırayla bile kalbim 2 parçaya ayrılıyor. Bayaq nə demişdim? Bayaqlar dediyim sözü burada keçibdi. Gələcəyi düşünüb, gələcəkdə nə olacaq deyə bir o bilinməzliyi hiss edib daha çox təlaşlanmamız. Bu hamıda var, hamıda var. Və keçmişdən də danışıb, keçmişi də düşünəndə xoş xatirələrdən əlavə bunu bir yerdə oxumuşdum, amma harda oxuduğumu xatırlamam, amma sözü çox yaxşı xatırlayıram. Biz yaxşı insanları xatırlamaq, biz pis insanları xatırlayırıq. Eyni ilə yaxşı xatirələrdən daha çox pis xatirələri xatırlayırıq. Çünki bizə acı verir və bizi acıdan bəslənirik sanki. Burada da bunu deyir. Ondan sonra da bir hissə var idi. Hardadır o? Tapım. O qədər getmədim mən. Bu biraz şeydi. İlk seferinde tatsız bir izlenim olur. Ama bu önemli değildir. 2 dakika kalır üzerinde bu izlenim. Sonra geçer. Hissetmezsiniz. Her şey gibi geçer. Çünkü siz de kötü kokarsınız. Elbiseniz kokar, elleriniz kokar, her şey kokar. Böylece alışırsınız. Burada nə mənalıdır? Ev çox pis qoxur. İlk danışdığında evin çox təmiz olduğunu bizə hiss etdirmişdi. Yəni oxuyanda elə hiss etmişdim. Amma ikincidə artıq daha detallı danışanda evin qoxduğunu, amma bu qoxu içində daim qaldığı üçün bu qoxunu hiss etmədiyini, yəni dəfələrlə sən də gəlsən 2 dəqiqədən sonra, 1 saatdan sonra öyrəşəcəksən bu qoxuya. Çünki sən də qoxmağa başlayacaqsan. Mövzu qoxmaq deyil. Mövzu bu arada qoxmaq deyil. Ya mənmi çox duyğusal düşünürəm, bilmirəm. Bilmirəm. Yəni bu hiss etdiklərim bunlardır və bunları açıq-açıq deyirəm. İndi hiss etdiyim şey deyim. Bunlar bir-birlərinə çox canım cicim deyir. Və yaxın qohumdular. Yaxın dediyim əslində uzaq qohumdular. Kişi daha qoca biridir. Amma qadın da təqribimcə ondan daha cavandı. Və qadın evdə tapdığı dəftərini, xatirələrindən qalan bir dəftəri ona yollayır. İndi o hissələr gəlir. Onun xatirələrini oxuyacağıq. O xatirələrində nələr var, onlara baxacağıq. Və 2 nəfər məktublaşmasıdır beləsinə. Evləri bir-birinə baxır, yəni bir-birlərini görür, pəncərələr bir-birini görür, amma məktublaşırlar. Bir də anlamadığım bir mövzu var. Kişi hər dəfəsində qadın onu çağırdığında və yaxud öz getmək istədiyini dediyində, yox, cəmaət nə deyər söhbəti ilə getmir.
Burada qadın isə niyə elə deyirsən, kimi nə düşündüyü, nə vecimə, yəni elə niyə düşünsünlər də düşünəməzlər, elə düşünməməlidirlər kimisindən danışır. Burada bir qərbəlik var, sezdim, yəni qərbəli bir şey tutdum, amma anlamadım, başa düşmədim. İndi oxumağa davam edirik, görək nə olur. Ya mən qripəm deyə bəzi şeylər başıma çatmır, çox duygusal fikirləşirəm, bilməm. Neysə, davam edirəm. Artıq hardasa mən gəlmişəm 50 səhifəsinə, 50-ci səhifədəyim. Və kitabımız 175 səhifədir. Davam edirik. Hazırda uşaqlığımdan danışır, uşaqlıqda başına gələnlərdən. Birinci hissəsini bitirdim, ikinci hissəsidir. Belə bir şey var ki, atası həmişə işdə daha çox şey istəyib, yəni daha çox varlanmaq, daha çox pul, daha böyük işlər istəyib, amma bu işlərin hamısı özü ilə yanaşı daha böyük sıxıntı, daha böyük gərginlik gətirdiyini unudub. Bunların qarşısında bu ona yaşanılan bu stres, gərginliyin hamısını uşağına da yansıdıb. Uşağına da dediyim, uşağına da dediyim Varvaraya yaşadıb da, yəni Varvaraya hiss etdirir. Varvara dediyim tək Varvara deyil, bu arada anasına da eyni ilə gəlirmiş, boş-boş əsəbləşirmiş də, yəni durduq yerə dəxilsiz şeylər. Məsələn, Varvara niyə fransızca day danışa bilmirsən? Anası da əsəbləşir ki, bu yemək niyə buradadır falan. Yəni bunların hamısı əslində işdən gələn bir sıxıntıdır. Buna görə əsəbləşirmiş. Amma ki, belə bir şey var ki, mən bunu niyə bəyəndim? Varvara kiçik yaşlı olduğunu orada qeyd edir, çox kiçik yaşlı olduğunu. Amma kiçik yaşlı olmasına rəğmən günlükdə bunu başa düşdüyünü, işdə çəkdiyi sıxıntılara görə olduğunu özü də qeyd edib. Bu deməkdir ki, o çox az yaşlarından bəri bunu başa düşüb də, yəni bunu az yaşda anlaya bilmərsən. Çünki atan sənə əsəbləşməyə, anan sənə əsəbləşməyə az yaşlılıqdan başa düşüləcək bir şey deyil. Böyüyəndə başa düşürsən ki, əslində sənə əsəbləşmələri sənə deyil, özlərinə əsəbləşmələrdir bir çox şeydə. Bundan əlavə indi məcburi şəkildə, yəni artıq ev iflas etdiklərindən, əllərində heç nə olmadığından köhnə bir qohumlarının evinə qalmağa gedirlər. Orada da təsadüfən bizimki başqa birindən dərs almağa başlayır və orada belə bir şey çıxır. Dərs almağa başladığı adam böyük biri, onlardan böyük biridir. İki nəfər ondan dərs alırlar. Bunlar da nadinçilik eləyib, ona həmişə əsəbləşdirmək sevirlər. Necə biz məktəbdə müəllimlərimizi əsəbləşdirmirdik, bunlar da eynilə. Burada onu daha o qədər əsəbləşdirirlər ki, özündən çıxardırlar və ağlayır, müəllim ağlayır. Müəllim dediyinə yəni çox böyük bir yaş deyil, amma müəllim deyirsə yəqin hardasa bir 18-20 yaşı olacağını düşünürəm. Belə bir şey olur. Biz çocukların acımasızlığımızla onu ağlayacak hale getirdiğimizi düşünmek benim için katlanılmaz bir şey olmuştu. Anlaşılan ağlamasını bekliyorduk. Anlaşılan bunu istiyorduk. Anlaşılan onun sabrını tüketmeyi başarmıştık. Anlaşılan zorla onu, o talihsizliği, yoksulu, saldırgan talihini hatırlamaya zorlamıştık. Bütün gece sıkıntıdan, kederden, pişmanlıktan uyuyamadım. Bunu boş verin. Mesela bu bizsiz nədir? Bu hər şeydə keçərlidir. İnsan olaraq keçərlidir. Birilərini incitmək istəyirik və incidirik, bacara bilirik incitməyi. Və bunu bacaranda da peşmanlıq hissi gəlir. O kinolarda da, kitablarda da peşmanlıq hissi yaşayırlar. Pis adamlar belə birdən-birə peşman olurlar. Ay da mən neylədim kimisindən. Amma bunun nəticəsində bunun olacağını bilirdi. Nə mənada? Deyir ki, şeydir də, bir dəqiqə, onu tapım tez. Hardasa tapamadım, qeyd eləməmişəm. Hardasa qeyd eləmişdi ki, biz onsuz da bu zarafatı edəndə onun ağlayacağını bilirdi və ağlamasını da istəyirdi, ağladı da, amma niyə peşmanam? bütün hər pis adamların hamısının ortaq cəhəti budur. Qarşındakını əsəbləşdirməyi, incitməyi istəyirlər, bilə-bilə istəyirlər. Amma ki, incidəndən sonra da peşman olurlar.
Sonra deyirlər ki, qürur eləyirlər də, yəni deyirlər ki, yox, o mənə bağışlama. Və sırf vicdanları rahat olsun deyə özlərini bağışlatmağa çalışırlar. Burada indi bağışlatmaq üçün bir şeylər eləməyə çalışır, amma tam belə üzr mənasında deyil də. Abi söz məni çox əsəbləşdirdi, amma anlaşılan bunu istirdi, anlaşılan. Hamısını sırayla eşitdikcə dəli oldum da yəni. Nəysə, gedirəm davam edəm. Amma nədənsə bizim qızla bu oğlan arasında mən bir sevgi vibe aldım. Bunu da demədən çıxa bilməyəcəm. Yəni bizim qızın ona xoşu gəldiyini və bir çox insanın xoşu gəldiyi insanı incitdiyini bilirik. Əslində bu normal bir şey deyil, amma çoxsa bunu edir. Nədənsə xoşu gəldiyini hiss edirəm. Aralarında böyük bir yaş fərqi yoxsa, indi davamını oxuyanda biləcəyik. Mən sizə nə demişdim? Pokrovski ilə bizim Varvara. Bəli. Sevgi, yəni aralarındakı o sevgini hiss etdim mən. Yəni qızın ona xoşu gəldiyini hiss etdim. Oğlanın yox, yalan olmasın. Yalandan tutulmayın burada. Hələ burada bir daha hissə var. Deyir ki, bilmiyorum, bəlkə də onun bildiyi hər şey öyrənince onun dostluğuna layiq olacağımı inandım. Bu niyə hər kəsdə eynidir də, yəni düşünür ki, sevdiyim oğlan, yəni xoşum gəlibdi və onun bildiyi hər şey biləndə, onun istədiyi şeylər sadəcə kitab oxumaq olmasın, film, dizi izləmək olsun, harasa getmək olsun. Onun getdiyi yerlərə özün sevməsən belə eləsən, onunla eyni səviyyədə olacağını düşünürsən və alınacağını düşünürsən. Bu niyə var, bilmirəm. Ya ama hamısında bu düşüncə var və ondan da əvvəl belə bir cümlə var idi. Onun beni çocuk sanmasını istemiyordum. O sırada artık 15'ime basmıştım. Sen 15 yaşında balaca bir kızsın. Ya 15 yaşında onun beni çocuk sanmasını istemiyorum deyilən bir cümlə varsa 100% orada bir sevgi var. Ona göre de oradan sevgini hiss eləmişdim. Sonra geldi burada şey oldu, kız nerede gizlice kitaplardan birini götürmüştü. Səhv kitabın cırıq olduğunu görüp geri qayıdıb kitabı qoyub başka bir kitap götürmək istəyirdi. Ama elə bil ki orada o cümlə var, çox xoşuma gəldi. Elə bil ki rəf bu anı gözləyirmiş qırılmaqda. Yəni qırılmaq üçün bu anı gözləyirmiş kimisində. Tam Pokrovski gələn vaxtda qırıl, bütün kitaplar tökül və Pokrovski gör və ikisində qızarma anlarında bir sevgi qoxusu alıram. Yəni bayağı burada bir sevgi olacağını hiss edirəm. Davamlı oxuyuram. İndi elə bir hissə oxuyuram ki, şeydir də, o sırada kapı aralandı ve odamıza Pokrovski girdi. Sadece onun kollarında kendime geldiğimi hatırlıyorum. Beni özenle koltuğa oturttu, bir bardak su verdi ve sorular sordum. Ne yanıt verdiğimi hatırlamıyorum. Siz hastasınız, çok hastasınız. Bizi danışıp, bence bu Rus kitabı yəqin ki Rus dilindən tərcümədir diye sizli bizli olubdu. Ama eğer Azərbaycanca'da sizli bizlidirsə, dedi elimi tutarak ellerinden tutup o Pokrovski onun ellerinden tutarak ateşiniz var, kendinizi mahvediyorsunuz, sağlığınızı düşünmüyorsunuz, sakin olun, uzanın uyuyun. Bir 2 saat sonra sizi oyadacağım falan. Böyle bunu yatızdırır, bir müddət yatmağına. Heç dedi 2 saat sonra durğuzacağım. Amma səhərə qədər durğuzmur. Özü oyaq qalır onun yerinə. Ondan sonra səhərsi gün təzdən gəlir otağına və otağına gələndə şey deyim. Tek başınıza oturmaktan sıkılırsınız. İşte size kitap alın, sıkılmazsınız böylece diye kitap verir ona. Ve burada bunu nə şeyli rəfdən o gün götürmək istədiyini başa düşdüyü üçün məncə kitab gətirir verir ona ki al kitab oxu. Amma bu bizim qızlar var, səhərə qədər kitab oxumur təbii ki. Heç oxumur, həyəcandan yata bilmir və burada o hissə mənim üçün çox önəmlidir. Onun benim için huzursuz olup kaygılanmasından gurur duymuştum. Bütün gece düşünüp hayaller kurdum, yatabilmeyip səhərə qədər. Pokrovski bir daha gelmeyeceğini biliyordum ve bir sonraki geceyi merak ediyordum. Gelmeyeceğini bile səhərə qədər yatmayıb, ama gələcəyini bir ümid edərək
Və sonraki gecədə nələr olacağını gözündə canlandırıb. Ah, biz qadınlar niyə beləyik bilmirəm. Kişilərdə də belədirmi bilmirəm, amma qadınlar... Mən necə bunun hər saniyəsini çəkməyim indi. Pokrovski səhər gəlir yanına, sonra orada deyir ki, o sırada karşılıklı neler konuştuğumuzu bir kelimesini bile hatırlamıyorum. Sadece çekindiğimi, kendimden utandığımı, sıkıldığımı ve sabırsızca konuşmanın sonunu beklediğimi ama var gücümle bu konuşmayı istediğimi, bütün gün bunu hayal ettiğimi der ki paha biçilmez kitaplarını benim yüzümden unutmuş olduğunu görüyordum. Oğlan onunla o kadar görüşürdü ki, yani o anası xəstə olduğu vaxtlarda kitablarına baxmağa vaxtı belə olmurdu. Yani bak, kız oxuya bilmirdi, amma oğlan oxumaqdan geri qaldı. Ondan sonra ama bu yaxşı bir şey değil, prosto ki. Ondan sonra ama bizsiz ne oldu? Pokrovski bana sık sık kitap veriyordu. Önceleri uyumamak için okuyordum. Sonra da dikkatle, sonra da at gibi okumaya başladım. Bu bilirsiniz ne deməkdir? Əslində hamımızda da belədir, bir məşğuliyyət sahiblənəndə sıxıldığımızı düşünürük, hissə eləyirik və sonra da bir də görürük ki, wow. Çünkü önümde bir sürü yeni şey, daha önceden bilmediğim, tanımadığım şeyler belirlemişti. Yeni düşünceler, yeni izlenimler bir anda gür bir sel halinde kalbime hücum etti. Yeni şeyler sevirik biz insanlar olarak. Və fərqli şeyi, məsələn, kitab oxumaq çox insana yuxu gətirsə də, əslində bir neçə dəfə oxuyanda eyni bu Varvara kimi, o deyir, at kimi oxumağa başladım. Mənim bacım da sevmirdi. Artıq o da sevir. Yəni kitab oxumaqdan ötürü rəy gedir. Məsələ tək kitab oxumaq deyil, adicə harası getmək olsun, tənbəllik edirik. Birincisi gedirik ki, hə, vaxt keçsin. İkincisi də o ad kimi hiking deyiləydim o ayda və hiking deyil olmuşdum. Nəysə, bu hissə belə. İndi yavaş-yavaş şeyə keçir. Pokrovskinin ad günüsü yaxınlaşır. Amma ki, bunların arasında əməlli dostluq, sadəcə dostdular da, yəni həm yaşa görə yəqin ki. Anası da düzəlib, anası düzəldiyi üçün artıq əvvəlki hallarına dönüblər. Arada belə dost kimi danışırlar, eləyirlər, o qədər. Başqa heç nə yoxdur. İndi davamını görəcəm. Bu hissə məni ayağa qaldırdı, pəncərəyə gəldi. Deməli, nə oldu? Bizim qızın pulu çatmadı. Belə deyim, 30 rubl gümüş, nə? 30 rubl gümüş pul, nə bilim, elə bir şeydi deyəsən. Bunlarda 20 kopak, 20 bakır kopak sad var idi. Neyse, bizimki hardasa belə 30, bizim pulla deyək də, 30 manat pul var imiş, amma 2 manat pulu çatmamış da. Və 2 manatı anasından istəsi verəcəkdi, amma anasına da demək istəmirdi, çünki hər kəs onda biləcəkdi. Bunu qarşılıqsız şəkildə bir ürəkdən dostuna hədiyyə olaraq vermək istəyirdi. Və bütün kitablarda almaq istəyirdi də, yəni birini qoyun, biri qalsın, olmasını istəmirdi. Təsadüfən də bazarda oğlan atası ilə qarşılaşır. Oğlan atası da hardasa mənə belə dilənçi vibe verdi, nə mənada. Bizim Pokrovski onun ilk yoldaşından olub. İkinci yoldaşı ona yaxşı baxmayıb, onu döyüb, həqiqi mənada. İlk dəfə bir kitabda kişinin döyüldüyünü görürəm. Kişini döyüb, kişi dərddən zaddan içib, yəni heç vaxt pulu olmayıb, işləmir. Bizim oğlan ona pul versə pul olur, paltar versə paltar olur, yəni belə. Hələ də yoldaşından evlidir. İndi də yoldaşına, oğluna hədiyyə almaq istəyir və hədiyyə almaq üçün çox az bir pul var da, hardasa 1-2 manat belə deyək də, 1-2 manat pul var. İndi olan pulu ilə məncə 10-12 manat söhbəti var, amma ki nəysə 1-2 manat pul var. Belə nəzərdən edin. Qızı ondan soruşanda o da deyir ki, gəlin belə eləyək, mən 30 manat, sən 2 manat qoy, bu bütün kitabları alaq, hədiyyə verək biz bir yerdə. O da verir. Sonra nə bilim, axırda indi gəlib burada şey eləyir. Oğlan qocanın belə üzüldüyünü falan görür. O da qayıdır, deyir ki, nə oldu? Deyir ki, belə eləyək, 10 kitabı qızım sən ver, amma bir kitabı mən verim. Bu da deyir ki, niyə elə eləyirik ki, 11-ini də bir yerdə verək də, niyə birini sən versən, 10-unu mən verim. Deyir, nə, deyir, oğlum, mənim heç vaxt pul
yığmadığımı düşünür və mən pul yığmağı bacarmam, düz deyir. Çölə gedəndə başıma nələrsə gəlir, çox üzgün bir insanam, yəni duyğusal bir insanam, ya içirəm, ya nəsə olur. Heç vaxt pul yığa bilməm. Məndə pul ancaq oğlum pul versə olur da. Bunu o da bilir, amma mən onu yaxşı hiss etməsini istəyirəm. Buna görə də buna görə də bu bir hədiyyəni öz pulumla yığdığım çox asan da olmasa da, yəni bunu mən özüm vermiş olum, mən vermiş olum. Kimdənsə, yəni deyəcəyindi ki, hə qız alıbdı, prosto o ondan bir yerdə eləməyə çalışır. Sonra qız bilirsiniz nə eləyir. Ayda var, amma burada çox istədim. Nə deyim? Dinleyin Zahar Petroviç, dedim ona. Hepsini kendiniz verin. Nasıl hepsini? Bütün kitapları mı? Tabii evet, bütün kitapları. Kendimden diye mi? Kendinizden. Bir tek kendimden mi? Yani kendim adıma mı? Evet, kendi adınıza verin. Peki öyleyse, biraz fikirləşəyle qəribə gəldi. Sonra qayıdır qıza deyir ki, olur, bu çok güzel olur, bu çok güzel olur ama siz ne yapacaksınız? Bir hediye vermeyeceğim. Nasıl? Eğer oğlunuz hoşnut olursa, siz de mutlu olursanız o zaman ben de mutlu olurum. Çünkü gizli gizli kalbimin derinlerinde gerçekten kendim vermiş gibi hissediyorum. Kız bütün kitaplar verir ki sen ver ona. Çok hoşuma geldi bu hissek. Yani oğlan bilməyəcək belə bir şey olduğunu, ama aslında çok güzel bir şey edibdi. Ama özü də heç nə verməmiş kimi olacaq. Çok şirin. Neyse, tamam, oxumalıyım. Ben size danışmamak için. Ürəyə partlayardı danışmasa. Adam öldü. Adam ad gününden 2 ay sonra öldü. Pokrovski itdi, vərəmdən öldü deyə. O vaxtın ən məşhur xəstəliyi vərəm olduğundan vərəmdən öldü. Yəni gözləmirdim ölməsini. Bilirdim hep pis bir şeyler olacaq. Ayrılıq zad gözləyirdim. Ən azından böyüyəndə bir sevgili olma, yəni bir-birlərinə sevgini açma olsun deyə gözləyirdim, amma olmadı. Son anına qədər, son gözlərini yumana qədər var yanındaymış. Onu heç vaxt buraxmayıb. Hətta atası da eyni ilə qapının ağzında oturub. Məncə ən acı ölümlərdən biridir öz ölümünü gözləmək. Son ana qədər ölməsi, xəstələnməsinin səbəbi də pula gəlib çıxır hardasa. Niyə? Çünki iş tapa bilmirdi, zəif düşmüşdü və eləncə xəstələndi. Və xəstələnəndə də müəllimlik işi aldı. Müəllimlik işi də sağlıq durumuna görə də alınmadı. Öldü. Neyse, devam edirəm. Oğlan ölümü ilə də dəftər bitir. Yəni dəftərdə yazdıqları günlük bitir. Günlükdən sonra yeni məktuba dönür. Məktubda da belə bir hissə var. En iyi anlarımda bile ben hep hüzünlenirim. Bu söz niyə bilmirəm, ən çox mən hiss etdirdi də, yəni özüm kimi hiss etdirdi. Niyəsini bilmirəm. Deməli məktublaşma gedir. Ben burada kızın daha cavan olduğunu gördüm. Elə bir ki, həmin mövzulardan bir neçə il keçdiyini, yəni kişidən balacadır, qızı yaşındadır, belə başa düşürəm. Deyir ki, öyle nazik, iyi kalpli, kibar biri ki kendisi. Fakat onun karşısında ben neyim? Hiç. O şöhret sahibi bir insan, ya ben sadece hayata gelmişim. Ama o benimle konuşmaya lütfediyor. Bu söz çok əsəbləşdirdi məni. Bir çox insan var belə düşünür ki, biri o mənlə danışdı, yəni gözündə çox yüksək bir təbəqəyə qoyur və onunla danışanda o mənimlə danışmağa lütf etdi. Yine Azərbaycancasını unuttum. O mənimlə danışdı da, yəni o da necə ola bilər? Heç kim bizdən dəyərli deyil insan olarak da, yəni bu real dünyamızda da keçərli olduğu üçün mənə daha çox əsəbləşdirdi. Yəni şəxsən mənim o mənlə danışdı deyə wow edə biləcəyim bir insan yoxdur. Mən də heç kim üçün o çərçivə daxilində deyiləm. Heç kim də mənim üçün o çərçivə daxilində deyil. Çünki bu dünyada hamı eyni
şeydədir. Ola bilər vəzifələrimiz fərqli dərəcələrdə olsun. Amma hamımız bir xətt üstündə eyni yolu yeririk və insanıq. Heç kim məndən daha yüksəkdə deyil, məndən daha aşağıda deyil. Hamımız eyni təbəqədəyik. Lütf edib məndən danışdı deyə. Neyse. Əsəbləşdim. İndi oxuduğum hissədə deyir ki, bir filan kəsdən danışır və deyir ona hər səhifə başı 300 rubl verirlər və o bu 300 rublu böyüdərək deyir də, yəni ki, oydu ona 300 rubl verirlər, iki insan söhbətləşirik elənçinə də. Sonra qayıdır deyir ki, bütün bir kitabı üçün 5000 rubl verən var və o deyir ki, yox, mən 7000 rubl istəyirəm də, yəni 7000 rubldur bunun qiyməti, bu kitabın qiyməti. Mən yazmışam. 7000 rublə satıram. İstəyirsən al, istəyirsən alma. Və bu dediyi 5000 rubl hardasa bu istədiyi 5000 rubl, verilən 5000 rubl hardasa bir bina qiymətindədir, yəni bir mülk qiymətindədir. Bizim oğlan da deyir ki, şeydir də, elə 5000 al, 7000 nə olacaq ki, 2000 endirmiş olarsan da. Deyir, yəni 5 alın işte cancağızım, 5000 alın, onlardan sonra tükürürsünüz suratlarına diyorum. Sonuçta söz konusu olan para 5000. Hayır diyor, 7 verecek o düzenbazlar. Bu kadar açık göz yani. Bunu belə deyir və mən burada nə demək istəyirəm? Bizim adam öz qiymətini bilmir, dəyərini bilmir. Niyə? Mən bu adamdan bunu hiss elədim. Həmişə özünü alçaldır, aşağıya salır. Alçaldır deyəndə, yəni yazıqlandırır da, yəni çox yazıq hiss etdirir mənə. Və bunun dediyi adam öz dəyərini bilən bir insandır ki, özü qiymət qoyub və qiymətdən aşağı deyən insan qəbul etmir. Lap qalsın əlimdə partlasın, amma verməyəcəm. Mənim üçün qiyməti budur. Bu olmalıdır. Əslində qarşısındakı dediyi insan 7000 rubl istəyən insan normal artıq hər şeyi dərk etmiş bir insan, özünü bilən bir insandır deyə belə bir şey istəyir. Amma bizim adam özünü yazıqlandırır. Hər şeyin pul olduğunu zənn edir. Mövzu pul deyil axı burada. Bunun dəyər söhbəti var. 7000 nə dəyərsə 7000 də olmalıdır. Qonağım var burada. Gəl bura yerim duman, duman qonağım. Sərdən kitab oxuyanda bu da yanımda o yana bu yana gedir, yatır. Kitabı istəyir üstündə yata, amma görür alınmır. Oy. Yaxşı, yaxşı. 85-ci səhifədəyəm. Yarlamışam, tam yarıdayam. Amma yoruldum. Bir gün içində 85 səhifə oxumaq da pis deyil. Belə baxanda ki, uzun müddətli kitab oxumağa vaxtım olmayıbdı. Amma qəşəng hisslər idi. Gecə saat 2 mən geri gəldim. Deməli, burada bir söz var. Ben hep böyle ürkek, yabani biriyim. Alıştığım bir yerde uzun süre yaşamayı severim. Düzgün şekilde okunayım. Ben hep böyle ürkek, yabani biriyim. Alıştığım bir yerde uzun süre yaşamayı severim. İnsanın alıştığı yer iyidir. Acıyla yaşasan da her şeye rağmen daha iyidir. Burada bir şey var. Acıyla yaşasan da her şeye rağmen iyidir. Çünkü öyrəşmisən. Konfor tam belə motivasiya söhbətdən gedəcək. Konfor zonasına öyrəşdiyi üçün artıq sadəcə orada qalmaq, standart həyat yaşamaq, yeni şeylərdən qorxmaq deməkdir. Mənim üçün ən azından belədir. Və hələ də məktublaşma gedir, bir-birlərinə nələr elədiklərindən danışırlar, daha detallı. Artıq ikisinin də həyatından bir çox şey bilirəm və o arada bəyəndiyim şeyləri də sizlərlə bölüşürəm. Daha çox Varvaraya üzülürəm. Bilmirəm. Varvaranın o yazdığı günlük məni çox dərdlə vurdu. Çünki gözləmirdim elə bir son, yəni o qədər acılı bir insan gözləmirdim. Amma bizim Makar Devuşkin isə o da qocadır. Onun keçmiş həyatından nəsə bilmirəm, amma indiki həyatına baxanda
Yaşamağa çalışır da. Yaşamaq üçün çabalayır hər gün və Varvaraya çox dəyər verir. Çünki belə baxanda məktubların arasında 20 gün fərq olanlar da var, amma bir gün dalbadal yazdıqları da var. Yaxında qaldığına rəğmən mənim ürəyimə çatmır. Yaxında qalmasına rəğmən onun yanına getmir. Getmək deyəndə adına söz çıxardarlar, nə deyərlər deyə deyir. Amma Varvar isə əksinə niyə elə desinlər? Sən mənim tək qohumumsan, səni çox istəyirəm, gəl mənasında heç kimin vecinə alma deyir. Hətta sənin üçün darıxmışam, çoxdandır görmürəm deyir. Bu hissə məni çox qarışdırdı beynimi ki, bilmirəm, bəlkə qabaqda göstərəcəklər yoxsa yox. Amma cəmaət nə deyər söhbəti hər yerdə olmalıdır da. Yəni burada da gördüm, əsəbləşdim biraz. Davam edirik. Bizim Makar kişi ilə Varvara bir-birlərinə məktubdan əlavə kitablar göndərirdilər ki, sən bunu oxu, mən bunu oxudum, bəyəndim, al sən bunu oxu. Varvaranın verdiyi kitabı oxuyur və oxuduqdan sonra bu sözləri deyir. Size şunu söyleyeyim canım. İnsan yaşayıp gidiyor ama hemen yanında böyle bir kitabın varlığını, bütün hayatının içine ilmek ilmek işlendiği bir kitabın varlığını bilmiyor. Daha önce hiç fark etmediğim şey işte burada. Daha kitabı okumaya başlar başlamaz karşısına çıkıyor insanın. Yavaş yavaş hatırlıyor, düşünüyor, anlıyor insan. Dahası işte bu yüzden sevdim sizin kitabınızı. İçinde her şey olan başka bir eseri okuyorsun, kendini zorluyorsun. Fakat ne kadar kurnaz olursan ol, anlamıyorsun. Sonrasını oxumayacağam. Burada nə demək istəyir? Şair burada nə demək istəyir? Buradakı söz mənə bir şey xatırlatdı. Hər kəsin bir kitabı vardır. Ətrafımda bir çox insanın mənim çox sevdiyim bir kitab var, tamamilə mənim üçün yaradılmış bir kitab deyə dedikləri kitablar var. Hamının var, bir dənə var. Məndə isə yoxdur. Hələ mən o kitabı tapmamışam. Amma Dostoyevskini sevirəm. Və Varisin Sonuncu Ölən Ümidlərdir kitabı çox məni dərindən vurmuşdu. Yəni hələ ki bunlar belə şey eləyir. Qalan kitablarda da olan hisslərimi getdikcə paylaşacağam da, göstərəcəm hansı kitablarda nə hisslər yaşamışam. Belə bir şey var ki, yəni mənim yoxdur. Mənim olacağını dediyim heç bir kitab yoxdur. Ona görə özü kitab yazdı deyə. Ya, mən o kitabın axtarışındayım. Əslində videonu çeviririk. Nailə özünün kitabını axtara tapacaq da. Və bu kitab hamıda var da, yəni hər kəsin bir sevimlisi olan bir kitab vardır mütləq. Mən kitabları yazmağı sevirəm. Bugün indi video çəkirik deyə yazmağa vaxtım yoxdur. Yazsam bu kitab bitməyəcək. Mənə aid olan hissələri xətləyib, üstünə mənə aid sözlərdən yazıb, sanki bir günlük kimi kitabdan istifadə edib. Mənə aid olmayan hissələr, o ki xəyanətlər, bəzi şeylər var ki, tamamilə mənlə əlaqəsi yoxdur. Onların üstündən xətt çəkib, bu kitabın yazarını təzədən yazmış kimi hiss etdirməyi özümə sevirəm, bilmirəm niyə. Xoşum gəlir. Bu kitabı özəlləşdirmiş olurum, amma mənim olur. Mənim istəyirəm bu kitabı tamamilə. Belə bir hissə ilə gəldim. Varenka, kardeşimiz azarlanmadan iş yapamaz. Herkes bir yerlerde bir iş bulma derdinde. Yani ben şurada şuyum deme derdinde. İşe gelince de yan çiziyorlar. Çünkü bir sürü rütbe var. Her rütbe kesinlikle kendi rütbesine göre bir davranış bekliyor. Doğal olarak sonra da azarlanmalar rütbe derecesine göre değişiyor. Çünkü eşyanın tabiatı bu. Zaten dünyanın düzeni bu canım. Hepimiz birbirimize hava atıyoruz. Hepimiz birbirimizi azarlıyoruz. Düzdür. Hamımız birbirimizi danlayırıq. Fərqi yoxdur, hansı işdə olursaq oluruq, danlayırıq. Və danlamalar da təbəqə dəyişir. Böyük bacı balacanı danlayır, ana uşağını danlayır, dost digər dostunu danlayır və yaxud gedirsən müdür işçini danlayır. Hər yerdə bir danlanma var. Hər yerdə qarşı tərəfi danlayan biri var. Və həqiqətən də həyatın təbiəti budur. Olur, belə olur. Kimisi bunu yaxşılığından edir, amma kimisi isə
özünə görə doğru olan şeyi edir. Qarşı tərəf üçün olan doğru şey deyil bu məncə. Çünki bizim üçün doğru olan şeylər qarşı tərəf üçün doğru olmaya bilər. Mən bu doğru səhv söhbətinin bütün ümumilikdə keçərli olduğunu düşünmürəm. Mənə görə doğru olan şey ona görə səhv olmuş ola bilər. Buna görə də danlanmaların hamısı da buna daxildir. Və həyatın qanunu budur. Düzənin dəyişməsini heç kim istəmir. Daimi arxa-arxaya eyni şəkildə getməsini istəyirlər. Bu tedbir olmasa dünya ayaqda qalmaz. Düzən deyə bir şey olmazdı zaten. Nəysə, belə getdim. Elə bir bölümlərə gəlmişəm ki, Makar kişi artıq kasıblayır, yəni yoxsullaşır. Varvara onsuz da gənc bir qız olduğunu bəzi hissələrdən tutmuşdum. Makar kişi isə qoca bir kişidir. Onsuz da əlində olan çox cüzi bir pulla yaşamağa çalışır. Onsuz da yoxsuluydu, amma daha da yoxsullaşır. Niyə? Çünki Varvara verdiyi pullar nəticəsində özündə pul olmadığı halda Varenkanı yaşatmağa çalışır. Ona hər şeydən daddırmağa çalışır. Hətta burada bu söz keçir ki, mutsuz ilə yoxsulun bir-birindən uzaq durması lazım. Bir-birlərini bulaşdırmamaq üçün. Daha öncə mütəvazi və sakin həyatınızda heç yaşamadığınız türdə mutsuzluqlar yaşatdım sizə. Bütün bunlar eziyor və yıpratıyor beni. Makar kişi hazırda xoşbəxt deyil. Yəni Makar kişinin vəziyyəti daha da pisləşibdir. İçib, çöldə tutulub, nə bilim, yəni bütün detallarla deyir Makar kişinin başına nələr gəldiyini və Varenka da bunu öyrənəndə ona deməyə çalışır ki, sən bu günə qədər mənim üçün elədiyin şeylərdə, yəni mən nə qədər yaxşılıq eləmisənsə, vaxtı ikən sevinmişəmsə, bu günlərə hamısına üzülürəm, hamısına kədərlənirəm. Niyə? Çünki bunların altında əzilirəm. Mənə yaxşı hisslər bəxş etmək üçün bunların hamısını eləmsən və hazırda sən xoşbəxt deyilsən. Sən xoşbəxt olsan, okeydir, yəni həm məni xoşbəxt edib, həm özünü xoşbəxt eləsən, hə, amma ki sən də xoşbəxt deyilsən, artıq mən də deyiləm və mənə bu günə qədər elədiyin hər şey altında əzilirəm. Varenka da buna görə üzülür. Yoxsulluğun üzü qara olsun. Həqiqət. Yəni bu kitabda yoxsulluq çox ön plandadır. Hətta Makar kişinin getdikcə daha çox yoxsulluğa getməyi. Hələ mən burada hiss etdiklərimi sizə göstərə-göstərə fikir verirəm ki, bəlkə də bunu mən daha 30 yaşımda, bir 10 il sonra, 15 il sonra oxuyanda da fərqli duyğular hiss edəcəyimi düşünürəm, bilmirəm niyə. Amma ki, indi hiss etdiklərim harda məni çəkdilərsə, hamısını birə-bir dedim. Deməli, Varvara deyirəm. Makar Devuşkin hazırda pulsuzdur, yəni kasıbdır və pula ehtiyacı var. Borc alacağını deyir. Varvara da qayıdır deyir ki, yox, borc alma, ya vaxtında ödəyə bilməsən, ya bir şey olsa eləmə də, yəni bu təhlükəyə girmə. Ondan sonra gəl bizdə qal. Və şeydir də, yəni bir şəkildə həll eləyərik də. Amma Makar kişi yenə dayanmır. Deyir, yəni mən hər cürə almalıyam. Durumum kötüdür. Yəni mənim vəziyyətim də pisdir, sizinki də pisdir. Ya bir şey olsa və mən heç nə edə bilməsəm falan. Bu düşüncə ilə borc alacağını deyir. Və mən burada nədənsə yaxşı olmayacağını düşünürəm nəyinsə. Bundan da əlavə Makar kişi Varvaranın evinə gedəndə indi başa düşdüm bu niyə belə bir-birlərindən sadəcə uzaqdan daha çox məktublaşırlar. Ev sahibəsinin və digər insanların şeytan yenə çocuğa şey eləmiş, nəymiş, musallat olmuş demələrindən çəkinirmiş. Heç belə düşünməmişdim yəni bu tərəfdən. Çünki onsuz da bunlar qohumdur və qohum olduqlarını desələr, bütün problem aradan qalxır. Amma belə baxanda ki, fərqi yoxdur. O vaxt üçün də olsun, bu vaxt üçün də olsun. Kölgəm. O vaxt üçün də olsun, bu vaxt üçün də olsun. İnsanlar danışmaq üçün həmişə bir şeylər tapır onsuz da. Təəssüf ki, belədir. Yəni bu sadəcə kitab üçün keçərli deyil, həyat üçün də keçərlidir ki, söz olsun, danışaq. Danışmaq üçün danışırıq onsuz da. Son hardasa 30 səhifə falan qalıbdı, dedim gəlim danışım. Deməli, yoxsulluğun ən dibini gördülər.
Belə bir şey var ki, bizim kişi çox böyük səhvlər elədi. Bana göre hiçbir şey fark etmez. Dondurucu ayazda paltosuz, çizmesiz gezerim. Her şeye katlanır, dayanırım. Bana vız gelir. Sade küçük bir insanım ben. Ama insanlar ne der? Bu söz çok əsəbləşirəm bu sözə. Çünkü herkes paltoyla gəzir, çizmə geyinir. Yani hamı da başkaları için yapıyor bunu deyir. Bu durumda çizmələr də canım, ruhum, bu durumda çizmelerde ruhum benim isminin onurunu ve değerini korumak için gerekli. O kadar əsəbləşmişdim ki bu hissədə, ona göre düzgün belə oxuya bilmirəm. Herkes çizme geyinir diye, yani o ayakkabı geyinir diye düzgün şekilde ayakkabıdan gedir də söhbət. Bununki cırılı biraz. Ona göre utanır. Deyir, məndən olsa mən bunu geyinmərəm belə, amma hər kəs geyindiyi üçün geyinməliyəm. Çünki bu mənim adımı daşıyır, mənim sanımı daşıyır. Burada bu məni çox əsəbləşdirmişdi. Ondan sonra isə söhbəti var idi. Kişinin pulu yoxdur. Və qıza da bu dərdindən danışır, qıza pula ehtiyacı olduğunu deyir, bir-birlərinə pullarının olmadıqlarından danışırlar, yoxsulluqdan danışır. Və bu kişi bu ərəfədə gedir, içir. Ay kişi, sən pulun yoxdursa, sən içməyə bu pulu hardan tapırsan? Mən həqiqətən də anlaya bilmirəm. Bu alkaşlar, necə bilmirəm nətər deyim də dansa. Bu alkaşlar pullarına olmadığını deyirlər, amma içməyə bir şey tapa bilirlər. Və mənim şübhələndiyim şey dedi bu arada oradakı. Bütün qonşular səni orada daşıyarkən mənə ay yaşla ilişkin varmış kimi baxdılar dedilər. Yəni alkaşla biri münasibətim varmış kimi barmaqla göstərdilər. Təhqir olunmuş hiss elədim də özümü. Məsələ burada içib içməməsi deyil deyə. Sadəcə bu vəziyyətdə içməməli idi də, yəni. Deyir, mən içəndə heç nəyi xatırlamam, o ayaqqabımı xatırlamıram. Yəni ayaqqabıdan danışır bu arada. Onu da keçdim. Artıq öz səhvini başa düşəndə üzrünü istədi. Orada bir rahatladı. Amma qız onun bu vəziyyətində əlində olan köpəkləri, köpək köpük, məncə bizim 20 köpük zad deyir. Bunlar da köpək deyirlər deyəsən. Köpəkləri 20 köpək, 20 köpük, 30 köpük, o əlində nə var idisə, özündə pul olmamasına rəğmən ona verirdi. Bu mənə ayrıca xoşuma gəldi. Yəni mən gəldim, amma xoşbəxt deyiləm. Həm də heç deyiləm. Deməli, harda qalmışdıq? Birdən-birə Makar kişi şeylir, nədir? Birdən-birə müdürü ona pul verir. Yəni həyatın döngüsüdür də. Ən kasıb olduğu anda müdür onun geyiminə baxır və həmişə də qorxurdu ki, geyiminə görə qovular, ya nəsə olar, geyimini görməsinlər. Geyimini görüb ona pul verir. 100 rubl verir və bu 100 rublu verən kimi kişi bir gündə xərcləyir də. Yəni 45 rubl qıza göndər. Qız var hətta pulun yarısını qaytarır ki, yarısını saxlayıram, birdən nəsə ehtiyac olar, amma mənə pul göndərmə burax, əsas özüvə bax da ki, yəni eyni vəziyyətə bir də düşmə, qırağa bir pul qoy özün üçün, boş yerə xərcləmə. Bunlar qaldı qırağa. Mən bu kitabın başında ölən biri var idi. Onun adından çox danışmamışdım. Bunun qonşusu vardı. Qonşusunda 3 uşağı vardı. 3 uşağından biri xəstəlikdən öldü. Onu demədim. Çünki ölümdən adam yoxdur. Bura aydındır. Bunu qoyduq qırağa. Əsas məsələ nədir? Bu kişinin borcu var idi. Borc içində üzürdü. Gəldi bizim Makar kişidən borc istədi. Yəni nə qədər köpük də olsa ver deyirdi də. Yəni acından ölür uşaqlarımız, yoldaşım xəstədir, nə edəcəyimi bilmirəm. Belə dava var, pulların geri gələcəkdir. Elə bil dava sürəcindədir, amma çox kasıblayıb, eyni ilə bizimki kimi. Sonra təsadüfən davanı qazanır həmin kişi. Yəni bütün pullara artıq hər şey həyatı yoluna girəcək. Makar kişi də, qonşular da gedir onu təbrik eləməyə. Çox sevinirlər onun adına. Və bizimki də sevinir, amma qəribə şəkildə sevinir. Yəni belə gülür, yerində dayana bilmir, o yana bu yana gedir. Sonra gecə yatmadan əvvəl yatmağa gedir. Yatmadan əvvəl deyir ki, bizim uşağımız necədir? O da deyir,
öldü. Yəni ölən uşağın adını çəkir. O da deyir, bizim uşağımız ölübdür. Deyir, hə, bilirəm falan. Qəribsəndim. Ondan sonra yatdı. Yatandan sonra gecə yarısı arvadını durğuzub ki, bir şey desin. Arvadı nə dedin həyatım deyə geri dönəndə reaksiya vermədiyini gördü. O da yəqin yatdığını düşünüb dəymədi ona. Sonra durandan sonra ev sahibi gəlibmiş. Ev sahibinə maraqlanıb baxır ki, bu yatıbdı, dəyməyibdi. Bir saatdan sonra gəlib ki, yenə yatıb. Sonra deyib eybi yox, gedib evi təmizləyib eləyəndə axırına axşam yoldaşının bunu oyadıb da bir şey deməyə çalışdığını görübdü, yadına gəlibdi. Sonra gedir yoldaşına uzaqdan baxmağa və yoldaşın gecədən bəri eyni pozada yatdığını görür və bilirsiniz ki, bir insan eyni pozada yata bilməz. Yatan var nadir insana, amma eyni pozada qala bilməz. Gəlir, bədəninə toxunur, bədəni bumbuz tutub. Ölüb. Həyatı aylardır çox pis vəziyyətdə keçən adam tam xoşbəxt olduğunu dediyi an səssiz sədasız öldü. Və bu ölüm məni niyə bilmirəm biraz pis elədi. Çünki çox həqiqətə yaxın bir ölümdür. O adicə arvadına dediyi sözlər, sonra gecə yatmağı. Ay, bir insan yəni bu qədər səssiz getməyi bilməm, son 10 səhifə qalıbdı və nədənsə Varvaranın öləcəyini də düşünürəm. Yəni həmişə öləcəyini deyir, xəstəlikdən əziyyət çəkir onsuz da. Ölməsini istəmirəm təbii ki, amma nəysə davam edirəm. Səhər saat artıq 6-dır. 6-ya qədər bitirdim. Bir kitab bitdi. Amma bu necə bir sonuydu? Mən nə gördüm, nə oldu, nə yaşadım? Qız evləndi. Qız evləndi. Və ən başından bəri qaçdığı biri ilə evləndi. Birdən-birə qəbul elədi və hər şeyin pul olduğunu qəbul elədi. Yəni pul olmasa yaşamayacağını ya da bəlkə də mən indi elə görürəm, bilmirəm. Qız evləndi və bizim oğlan dəstək oldu. Nə mənada dəstək oldu? Toya üçün lazım olan şeyləri arxasınca getdi, kömək elədi və sonuncu məktub olduğunu dərk edəndə yox dedi, gələcəm, mane olacağım dedi. Yəni öz içində isyanlar elədi də. 1844-1846 2 il ərzində yazılmış məktublar. Mən bunu sonunu heç belə gözləmirdim. Mən sonda qızın öləcəyini düşünmüşdüm. Bəlkə də qız üçün ən xeyirli olan şey oldu, evlənməli idi. Yəni onun da bir həyatı olmalıydı. Amma qaçacağı adamdan olacağını düşünmürdüm. Yəni ondan qaçırdı, onunla evləndi. Hətta kişinin adı neydi? Makar kişisi deyir, niyə gedib hansı bir varlı qızı ilə ya da özünə yəni eyni səviyyədə olan bir qızla evlənmədi də sənlə evlənir deyə əsəbləşdiyi anlar var idi də. Bunların hamısını şeyə yordum da, yəni ən yaxınındakı insanı itirmək istəmirdi ona görə. Bu məktub dostluğu onlara çox böyük bir şeylər buraxdı. Ən pis incidən şey də nə idi? Bu boyda məktublaşdığı insanın bütün məktublarını həmin evdə qoyub getməsi idi. Qız həyatına hər şeyi o şkafda, çəkməcədə bütün əşyaları qoyub getdi. Amma bizim kişiyə həm özünün yazdığı məktublar, həm də onun yazdığı məktublarla dolu acı bir şey qaldı. Yəni ona çox bağlıydı. Bununla da elə qaldı. Biraz pis oldum ona. İnsancıqlar, yazıq insanlar topluluğu. Bu kitabda fərqli duyğular hiss elədim. Yəni bir-birindən bağımsız şeylər oldu. Bəzi demədiyim hissələr var. Dərindən nələr təsir elədisə onları dedim. Bəlkə də başqalarına bu başqa bir təsir bağışlamış ola bilər, amma mənə təsiri budur. Tamamilə hər şey dedim olsa, kitabda olan bir çox şey demişəm. Belə məni izləməyə
unutmayın. İzləmədə qalın. Növbəti kitab maratonunda sən də yanımda ol. Növbəti dəfə fərqli kitablarda eləyəcəyik. Fərqli kitablarda olacaq. Bu kitab maratonu həm öz kitabım olacaq, həm tanınmayan kitablar olacaq. Sonra tanınmış məşhur kitablar da oxuyacağıq. Türk kitabları olsun, Azərbaycan kitabları. Yəni burada hər cürə kitab oxuyacağıq. Fərqi yoxdur. İçeriği nə olur olsun. Hamısından da oxuyacağıq. Çünki biz hər şeydən birazıq. Ona görə də hər şeydən biraz olacaq mütləq. Və hər şeydə sevirəm. Hər şeydə bir yerdə sığınacağıq. Belə, növbəti videolarda görüşmək üzrə. Sağ olun.